Salam əzizləyicilər, hər vaxtınız xeyir. Yanımıza yaxınlaşan avtomobillərdən biri 2022 model CLA-dır avtomobildir, Mercedes-dir. Salona çəkə bilərsən. Deməli, bu avtomobildə sürətlər qutusunda hər sürət keçirmədə problem var idi. Deməli, vurma var idi, yüngül vurmalar var idi. Bir neçə proqram işləri gördük, həm adaptasiya işləri gördük, həm də ki, avtomobildə kodirovka olunması bloklar var idi ki, onlara kodirovka elədik və hal-hazırda, misal üçün, birdən iki keçəndə vurmalar var idi. Hal-hazırda, misal üçün, yoxlayaq. Heç bir vurma yoxdur. Tam sərbəst, rahat keçir və problemsiz formada. Avtomobil sahibi ilə də test elədik. Avtomobil sahibi də kadrdadır, arxa kadrdadır. Avtomobil sahibi ilə də test elədik və heç bir problem yoxdur. O da razıdır, çox şükür. İndi düzdür, qardaşım, bir çox problemlər demişdilər. Hər şeydən ola bilər falan filan. Amma avtomobilin yürüyüş məsafəsi də çox deyil ki, avtomobildə problem korobkada olsun. Sadəcə olaraq elektronik bəzi şeylər var idi ki, onlar kodirovka olunmalı idi və xeyirli uğurlu olsun avtomobil sahibinə. Təşəkkürlər, izləmədə qalın.